Salam, hər vaxtınız xeyir olsun, əziz Planet FM dinləyiciləri. Bu andan etibarən bu küləkli Bakı günündə sizinlə çox maraqlı bir söhbət gözləyir. Bir saat ərzində bugün biraz fərqli mövzuya toxunmaq qərarına gəldik. Nəyə görə? Çünki may ayının 21-i BMT-nin təşəbbüsü ilə Ümumdünya Çay Günü kimi qeyd olunur. Və çay gününün qeyd olunması həm də çay plantasiyalarının ekoloji problemlər və iqlim dəyişmələri baxımından yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalması ilə bağlıdır. Yəni çay da təbii sərvətlərdən biridir və onu qorumaq lazımdır dünyanın digər təbii sərvətləri kimi. Və çay deyəndə bizim ağlımıza heç də geniş çay plantasiyaları gəlmir. O daha çox turistik məqsədlər üçün istifadə olunur o geniş çay plantasiyalarından. Çay deyəndə bizim ağlımıza daha çox çay içmək mədəniyyəti, etiket qaydaları gəlir və bu səbəbdən də beynəlxalq çay günündə sizinlə etiket mütəxəssisi ilə çay mədəniyyətini müzakirə etmək qərarına gəldik. Beləliklə Cəmilə xanım Musayeva etiket mütəxəssisi bugün zaman maşınında mənimlə həmsöhbət olacaq. Cəmilə xanım, xoş gəlmisiniz. Necəsiz? Salam, çox sağ olun, təşəkkür edirəm. Çox yaxşıyam. Siz necəsiz? Mən də əlayam və bir etiket mütəxəssisi kimi söhbətə bu cür başlamaq doğrudurmu? Yəni bir-birinin hal-əhvalını soruşmaq və salamlaşmaq yəqin ki, yazılmayan qaydalardan biridir. Əlbəttə, əlbəttə. Və mənə çox maraqlıdır. Çay içmək ənənəsi, indi birazdan biz Avropa çay mədəniyyətindən də danışacağıq, amma Azərbaycanda təxminən hansı dövrdən yaranıb və yaranma zərurəti nə ilə bağlı olub? Əslində bu çox maraqlı sualdır, çünki mən özüm bu sualı özümə verirdim və mənim ən axırıncı yazdığım kitab məhz Azərbaycan çay dəstgahı haqqındadır. Nə gözəl. İngilis dilində artıq aprel ayında nəşr olunub və satışdadır hal-hazırda Libraf mağazalarında. Bu kitabı yazmaqdan öncə mən çox araşdırdım ki, tarixi kitabları tapım ki, görüm bu adət-ənənə hansı dövrdən Azərbaycanda peyda olunub və kim tərəfindən və necə. Təəssüflər olsun ki, heç bir kitab bu haqda tapa bilmədim. Ona görə mən düşünürəm ki, hər bir adət-ənənə kimi, yəni Azərbaycanlıların belə deyək, olması vaxtından, yəqin ki, çay olan vaxtdan bu adət-ənənə artıq yəni var idi və illər keçdikcə, dövrlər keçdikcə daha çox təkmilləşib və daha genişlənib. Hər bir mədəniyyətin öz sözsüz bir izi qoyulub bu dəstgahda. Məsələn, biz samavar deyəndə bu ruslardan gələn samavarı mənimsələmişik. Amma biraz da Azərbaycanlaşdırmışıq. Mürəbbələr mi deyimmi, sonra öz bizim şirniyyatlarımız var. Yəni görürsüz ki, çay dəstgahına baxanda cürbəcür millətlərin, cürbəcür mədəniyyətlərin bizə, yəni bizim mədəniyyətimizdə qoyan izlərini görürsüz və bu məncə çox maraqlıdır. Həm də bilirik ki, Azərbaycan tarixən Böyük İpək yolunun üzərində yerləşir. Əlbəttə. Böyük İpək yolu da Çindən Avropaya, o məhz Çinə məxsus olan malların daşınması deməkdir. Burada kağızdan söhbət gedir, farfırdan, barıtdan və təbii ki, çaydan söhbət gedir. Çin, yəni çayı bütün dünyada o dövrdən məşhurlaşıb və elə Avropaya da Böyük İpək yolu vasitəsilə yol tapıb və Azərbaycan da Böyük İpək yolunun üzərində yerləşdiyindən, deməli Böyük İpək yolunun elə tarixi qədərdir bizdə çay mədəniyyəti, mən belə təxmin edirəm, amma klassik Azərbaycan ədəbiyyatına diqqət yetirsək, orada çay mədəniyyəti haqqında o qədər də geniş təsvir yoxdur. Yemək süfrələri, yemək mədəniyyəti barədə təsviri var, amma çay mədəniyyətinin məhz bizim nəzərdə tutduğumuz çay mədəniyyətinin geniş təsviri yoxdur. Bu daha çox belə deyim də 19-cu əsrə, 18-ci əsrə aid olan kitablarda, əsərlərdə özünü göstərir. Və bu samavarın adını çəkdi. Samavar, bəli, bu Rus köklü bir sözdür. Samavar, yəni özünü qaynadan deməkdir. Rusiyanın hərfi tərcüməsi belədir və bəzən mübahisələr yaranır. Deyirlər ki, adı rusca olsa da, əslində samavar qədimdən bizdə də mövcud olub. Yəni bu ocaq qaynatmaq ənənəsinə bağlı olan bir məsələdir. Suyu qaynatmaq yəni təbii prosesdir. Bu yəni ən qədim insanların ağlına gələn bir prosesdir. Siz necə hesab edirsiniz? Yəni samavar mədəniyyəti bizim özümüzdə olubmu? Sadəcə biraz şəkil dəyişmiş formada, yəni belə deyim də qurğu formasında ruslardan gəlib, yoxsa necə? Əslində mən düşünürəm ki, bunu çox düzgün vurğuladınız ki, yəni bu qaynatmaq söhbətidir, yəni suyu qaynatmaq insanlığa, yəni hamı bunu eyni qaydada eləyib. Yəni kabab kimi bir məsələdir. Kabab yemək bişirmək kimi bir şeydir. Yəni heç bir insan yeni bir şey ixtira eləməyib, sadəcə hər bir mədəniyyət özünə uyğun onu düzəldib və mənimsələyib. Ona görə mən sözün düzü heç zaman bu diskussiyalara varmıram, çünki mənə
daha çox maraqlıdır ki, biz bunu Azərbaycan xalqı kimi, milləti o kimi biz bunu necə mənimsəyib, necə dünyaya təqdim edirik və mənə daha çox maraqlı gəlirdi ki, niyə görə indiyə qədər Azərbaycan belə gözəl, necə deyim, maraqlı və mürəkkəb bir dəstgah haqqında heç bir kitab yazılmayıb. Əslində olaraq bütün mədəniyyətlər, yəni yaponlardır, ingilislərdir, öz çay mədəniyyəti haqqında bəlkə minlərlə tirajlı kitablar buraxıblar. Hətta belə baxanda əgər müqayisə etsək, məsələn, Yapon və ya Çin çay dəstgahı seremoniyası haqqında danışsaq və Azərbaycanı üst-öz yan-bayan qoysaq, bizimki daha mürəkkəbdir. Çünki bizdə daha çox şirniyyatlar var, daha çox çayla təqdim elədiyimiz ləbləblər var. Üstəlik çayın dəmlənmə texnologiyası tamamilə fərqlidir. Tamamilə fərqli, daha mürəkkəbdir, daha çox şeylər qatırıq. Kəkliyotumuz var, mühəkimiz var, yəni lalə ləçəklərimiz var. Yəni daha mürəkkəb bir prosesdir. Nəinki məsələn Yaponların və ya Çinlilərin məsələn çayı 3 dəfə qaynadıb, yəni yaxalanmağı və ya təkcə sırf yəni çaya daha çox önəm verirlər. Ona görə yəni mənə elə gəlir ki, biz öz mədəniyyətimizdə olan gözəllikləri araşdırıb onu üzə çıxartmalıyıq. Və nəyə görəsə çay deyəndə və beynəlxalq çay günü deyəndə mənim ağlıma bəlkə də bu Azərbaycanlı olmağımla bağlıdır, Azərbaycan çayı gəlir. Yəni mən Yaponların çay mərasimi nə qədər gözəl olunsa da, turistik baxımdan nə qədər cəlbedici görünsə də digər insanlara, məsələn, mənim üçün o anlaşılmaz bir ritualdır, belə deyim. Məhz ayin kimi onlar onu həyata keçirirlər. Səhv etməmsə saat əqrəbinin əksi istiqamətinə, daha sonra saat əqrəbi istiqamətində o fırçaya bənzər o nəyisə fırladırlar. Matcha adlanırdı. Yaponların çayı. Bu nəylə fərqlənir? Yəni o mədəniyyət hardan, yəqin qədim Yapon imperatorluğundan gələn bir şey. Çünki onların çayı növü də fərqlidir. Yəni hər çayın özünə məxsus olan hazırlama qaydaları var. Məsələn, qara çay daha çox prosesləşmiş çaydır və ona görə onun dəmləməsi biraz fərqlidir. Nəinki məsələn yaşıl çay. Yaşıl çayın bir neçə növləri var. Sənçə çayı var, jasmin çayı var, matcha çayı var. Matcha daha çox toz şəklində olur. Yəni onun hazırlanması da biraz daha başqa proseslərə, yəni suyun dərəcəsi başqa olmalıdır, qarışdırması başqa olmalıdır ki, bu həll olunsun bu suda. Mən düşünürəm ki, mən də Azərbaycanlı olduğum üçün çay haqqında düşünəndə birinci növbədə Azərbaycan çayı haqqında düşünürəm. Çünki bizim çayımız təkcə məsələn çay içmək üçün deyil. Biz hər bir mərasimi çayla yəni qarşılayırıq. Olsun Allah uzaq eləsin, kimsə rəhmətə gedəndə çay veririk, kimsə evlənəndə çay veririk, şirin çay veririk hər evimizdə. Qışın soyuğunda, yayın istisində çayla isinirik. Yayın istisinə deyir, isti çay iç, yaxşı tərləyib soyarsan. Yəni bizdə çay gün ərzində bir neçədir, çay nədir, say nədir. Yəni bizə xas olan bir şeydir ki, çaya gecə-gündüz içirik və çayın heç bir yəni limiti yoxdur da belə deyək. Amma məsələn, matchanı sən bəlkə 2 stakandan çox içə bilməzsən, çünki çox insana enerji verir və bəlkə də sənə ziyan olar o qədər çox matcha içməyin. Çayın üstəlik müxtəlif növləri var. Bizdə də becərilir. Bilirsiniz, Cənub zonası əsas çayçılıq, yəni təsərrüfatlarla məşğul olan zonadır bizdə və bəzən çay adlarının tələffüzündə səhvə yol verirlər. Məsələn, çox məşhur bir çay növü var da, Earl Grey. Ona bəzən Earl Grey deyirlər və bu məni çox qıcıqlandırır. Çünki Earl Grey ingiliscə tərcümədə Graf Grey deməkdir və başa düşdüyünüz kimi soyadı Grey olan bir qrafın adı ilə bağlıdır. Onu Earl Grey adlandırmaq doğru deyil. Hətta bir ara deyirlər ki, Earl Grey, yəni tez yetişən, Earl sözü ilə onu assosiasiya edib deyirlər, tez yetişən, yəni ən yuxarı çay yarpaqlarından. Bəli, ən yuxarıdakı çay yarpaqlarından hazırlanır, amma Earl Greydir, Earl Grey deyil. İngilislərin çay mədəniyyəti bir ayrıca mədəniyyətdir, Cəmilə xanım, və orada hətta belə bir ifadə vardı. Onlar daha çox südlə içirlər çayı və mübahisə yaranır. Ənənəyə baxsaq, deyirlər birinci südü əlavə etmək lazımdır, yoxsa birinci çayı əlavə etmək lazımdır. Burada biraz zadəgan və nisbətən kasıb təbəqədən olan insanların fərqi var. Biraz istəyirəm ingilislərin çay mədəniyyətindən danışaq sizinlə. Bu çox gözəl sualdır. Çünki mən etiket məktəbini İngiltərədə oxuyanda orada bizə müəllim demişdi ki, yəni Kraliçə Elizabet II çox xoşdurdu ki, qonaq çağıranda insanlara baxsın ki, birinci çayı da qatırlar, yoxsa südü. Çünki bu böyük belə
ən böyük suallardan biri də etiket dərsliyində. Əslində tarixi olaraq, yəni farfor çox nazik materialdan olduğuna görə, çay da isti olduğuna görə, məsələn, imkanı olmayan ailələr əvvəl südü qatırdılar ki, farforu qorusun, sonra çayı qatırdılar ki, yoxsa farfor qırıla bilər də, çatlayıb qırıla bilərdi. Ona görə də sonralar isə farfor daha çox biraz başqa materiallardan qarışdığında hazırladıqlarına görə, yəni artıq bundan insanlar qorxmurdular. Ona görə əvvəl çayı rahat qatırdılar, sonra südü. Yəni o sənin farfora olan münasibətini göstərdi. Sən bunu dəyərləndirirsən, qorxursan ki, qırılar, yoxsa sənin o qədər farforun var ki, heç narahat olmursan ki, bu da qırılsa heç nə olmaz. Əslində düzgün qayda odur ki, əvvəl çayı qatırsan, sonra südü qatırsan və əvvəl çayı qatırsan və başqa əlavələri sonra qatırsan. Yəni şəkəridir, limonudur. Və limonla şəkərin də qaydası var. Sizcə birinci limonu qatmaq lazımdır, yoxsa şəkəri? Məncə birinci şəkəri qatmaq lazımdır. Niyə görə? Bilmirəm. Sözün düzü mən limonla çay içməyi sevmirəm və heç vaxt içmirəm bunu. Hətta şirin çay da içmirəm. Ona görə bu mənim üçün belə açıq bir sualdır. Amma təxmin edirəm ki, nə bilim orada kimyəvi reaksiyalar baxımından yəqin ki, turşuluq səviyyəsi bununla bağlı olan görürsüz, hətta bilmədən belə təxmin etdim. Yəni etiket qaydaları əslində çox sadə qaydalardır. Bu qaydalar elə-belə əmələ gəlməyiblər. Bunun arxasında bir fikir var. Yəni bir düşüncə var. Belə yəni sizin cavabınız doğrudur və niyə görə doğrudur? Çünki əvvəl biz limonu qatsaq turşuluğu onun artacaq və şəkər çox pis qarışacaq onun içində. Ona görə əvvəl biz şəkəri qatırıq, sonra limonu əlavə edirik və əlbəttə bu halda biz süd qatmırıq. Çünki bilirik ki, südlə də baş verə bilər. Bəli. Amma ingilislər düzdür, çayı südlə içməyi xoşlayırlar. Bu da məncə belə baxsaq Hindistandan da olan bir onlara təsirdir. Çünki bildiyiniz qədər, yəni onları kolonizasiya eləyiblər və o zamanlar, yəni insanlar bir-birlərindən mənimsələyiblər də hansısa xasiyyətləri. Məsələn, Hindistanlılar çayı adətən südlə içirlər. Çay masalı onlarda var. Məsələn, şirin, çox desert kimi bir çaydır. Çaydır, şəkərdir. Hətta biraz deyəsən qaymaq kimi, belə slivka kimi süd var. Yəni çox belə kalorili bir şeydir. Məsələn, ingilislər də ona bənzər içirlər çaylarını. Zaman maşınındasınız. Əziz dinləyicilərimiz, səyahətimiz davam edir. Bugün sizinlə Beynəlxalq Çay Günündə çay mədəniyyəti haqqında danışırıq və etiket mütəxəssisi Cəmilə xanım Musayeva bizə müxtəlif xalqların çay mədəniyyəti barədə və xüsusən də Azərbaycan çay mədəniyyəti barədə ətraflı məlumatı çatdıracaq. Cəmilə xanım, bilirik ki, artıq bunu da vurğuladıq ki, çay bütün dünyaya Çindən yayılıb və Çin çayın əsas idxalçısı hesab olunur bütün dünyaya. Hətta orada bir çay növü var. Cəmi 6 ədəd qalıb onun kolundan, təsəvvür edin. Çin dilindən tərcümədə böyük qırmızı xalat deməkdir. Bu qırmızı rəngli, tünd qırmızı rəngli çaydır və dünyanın ən baha çayıdır. Həmən çayı hərraclara çıxarıb satırlar. Və baxmayaraq ki, o dünyanın ən baha çayıdır, iqlim dəyişmələri, bilirsiniz, bütün bu ekoloji problemlər çay plantasiyalarına da təsir göstərir. Məsələn, elə biz öz ölkəmizin də hava şəraitini görürük ki, bu il demək olar ki, biz yaz fəslini normal yaz fəsli kimi yaşamadıq. Gah çox güclü leysan yağışlarının şahidi olduq, gah güclü küləklər əsdi. Təbii ki, bütün bunlar çay plantasiyalarına da təsir göstərir, digər bütün canlı aləminə olduğu kimi. Çay tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə deyil. Təbii ki, insan bunu qoruyur və əsas ixal məhsullarından, ixrac məhsullarından biridir çay. Amma istənilən halda çay plantasiyalarını da qorumaq lazımdır və çay ənənəsini yaşatmaq lazımdır. Hətta məsələn biz Hindistanın adını çəkdik, Çinin adını çəkdik, Böyük Britaniyanın, Birləşmiş Krallığın adını çəkdik. Bəli, Birləşmiş Krallıq müstəmləkəçilik dövründə Hindistandan gətirilmə çaylarla öz çay mədəniyyətini yaradıb və təsəvvür edin ki, o dərəcədə yaradıb ki, Sovet illərində Hind çayı məşhur idi. Filli çay deyirdilər. Məsələn, üzərində fil təsviri olan çay qabları məşhur idi və daha çox Hindistan çayı kimi biz, yəni bu daha keyfiyyətlidir bir təsəvvür vardı insanlarda. İndi isə bizim öz çayımız, Azərbaycan çayı artıq məsələn MDB məkanında Rusiyanın özündə çox gözəl populyarlıq qazanıb. İngilislər tea time yaradıblar. Yəni bilirəm ki, ənənəpərəst və mühafizəkar ingilislər hələ də buna əməl edirlər.
Düzdür, indi bizim Birləşmiş Krallıqla saat fərqimiz var. Desən 3 saat fərqimiz var. Yəni birazdan onlarda çay saatı başlayacaq mühafizəkar ingilislərdə. Bizdə nəyə görə belə bir ənənə yoxdur? Məsələn, biz harda gəldi, necə gəldi, istənilən söhbətə başlamaq üçün, istənilən söhbəti yekunlaşdırmaq üçün. Yəni hətta çay gətirim sualı o deməkdir ki, yəni artıq yekunlaşdırmaq vaxtı bu söhbəti. Bizdə istənilən vaxt çay vaxtıdır. Çox maraqlıdır. Və bu ənənə nə vaxtdan formalaşıb bizdə? Artıq biz müəyyənləşdirdik ki, verilişimizin ilk hissəsində ki, yəni erkən orta əsrlər dövründə o qədər də geniş yayılmamışdı. Daha çox son dövrlərdə, yəni belə deyim də, müasir tarixə yaxın dövrdə bizdə çay mədəniyyəti formalaşıb. Bax, hansı o qırılma nöqtəsi olub ki, biz çayı istənilən anlaşılmaz situasiyada içirik və həm hörmət əlaməti kimi qəbul edirik çayı, həm də ki, belə dost məclislərinin başlanğıc və son nöqtəsi kimi qəbul edirik. Bu Azərbaycan çay mədəniyyəti barədə daha nə deyə bilərsiniz bunlardan başqa? Siz bilirsiniz, mənə əslində bu sual çox maraqlı gəlirdi. Çünki mən bu kitabı araşdıranda ki, yazım, düşünürdüm ki, niyə görə bizdə məsələn ingilislər kimi bu seremoniya halında hansı saatdan hansı saata qədər deyil və sonra düşündüm ki, bizə, yəni insanlarımıza xas olan bir şeydir ki, yəni biz xoşladığımız bir şeyi gecə də, gündüz də, axşam da yeyə bilərik. Tutaq ki, səhər yeməyini, axşam yeməyini səhər qızdırıb yeyə bilərik. Yəni bizdə bu mədəniyyət var. Mən düşünürəm ki, hətta məsələn ingilislərin niyə görə çay seremoniyası ancaq 3-dən 5-ə qədərdir? Əslində bu seremoniya elə belə peyda olunmayıb. Yəni deyək ki, ingilislər bəlkə də yəni Hindistanlarla olan əlaqədən əvvəl bəlkə də o qədər heç çay içməyiblər. Bu ritualın peyda olması onunla əlaqələndirilir ki, o zamanlar insanlar səhər yeməyini yeyirdilər, günorta yeyirdilər və axşam yeməyini çox gec yeyirdilər. Elə bir saat 1-də axırıncı günorta yeməyini yeyəndən sonra gecə yeməyini saat 10-9 radələrində. Və xanımlar bu saatlarda saat 3-5 arası acırdılar. Və axşam yeməyini o vaxtları belə kral ailələrində nə vaxt istədim, harda istədim yemirdilər. Yəni onlar süfrə açırdılar və hansısa saatlarda yeyirdilər. Və hansısa bir kraliçanın köməkçisi o zamanlar belə düşünüb ki, yəni kraliçası ac qalmasın, saat 3-dən 5-ə qədər o ac olan vaxtı ki, naxara qədər özünü saxlaya bilsin. Ona çayla balaca belə ingilislər demiş ki, cookies, balaca piçeniklar gətirib verirdi südlə ki, o elə bir ki, öz aclığını öldürsün və axşam yeməyinə rahat gələ bilsin, saat 10-a qədər dözə bilsin. Yəni, bunun belə baxanda bu seremoniyanın əslində yaranması bir məcburiyyət şəklində, yəni məcburiyyəti ört bastır eləmək üçün əmələ gəlib və tarixi olaraq onlar bunu qoruyub saxlayıblar və indi, məsələn, adi insanlar belə, kral ailəsində heç bir adəti olmayan insanlar British Afternoon Tea-ni hər hansı bir restoranda, oteldə iddia bilərlər. Hətta belə bu bütün dünya, indi dünyada hər bir oteldə, hətta Azərbaycanda Four Seasons otelində belə siz günorta afternoon tea-yə gedə bilərsiniz. Yəni bizim adət-ənənəmiz deyil, amma xarici otellərin çoxsunda bu mövcuddur. Azərbaycan çay mədəniyyəti məncə dəqiq bir saatı yoxdur. Çünki biz əvvəl də dedim, bunu vurğuladım ki, bizdə çay hər zaman içilir. Yəni bu səhər olsun, günorta olsun, axşam olsun, gecə olsun. Bizim elə bir ki, su əvəzi biz çay içirik. Hətta belə məsələn, mən də görürəm ki, Azərbaycanda çoxlu insanların çoxsu qəhvə içir və öncələr bir 10 il bundan əvvəl siz o qədər də yəni qəhvə içən məkanları görməzdiniz. Bu axırı 10 il, bəlkə bir 5-6 ilin mövcud olan bir şeydir. Məsələn, ərəblərdə də, deyim bunu vurğulayım ki, ərəblərdə də məsələn onların ərəb qəhvəsi var da, onlar da biz Azərbaycan çayı necə içirik, onlar elə içirlər. Hər qonaq gələndə, oteldə mi olsunmu, sən iclasa mı gəlmisən, kiməsə evə qonaq gəlmisən, onlar ilk öncə sənə o qəhvəni verəcəklər ki, içəsən və əgər onu qəbul eləməsən, içməsən, onlara biraz pis təsir eləyəcək. Hörmətsizlik əlamətidir. Hörmətsizlik. Hətta Trump yaxınlıqda Səudi Ərəbistanda olanda əlində fincanı saxladı və içmədi və ərəblər mən oxuyurdum onların şərhlərini ki, çoxsu deyirdi ki, niyə görə içmədi? Yəni bu mədəniyyətsizlikdir bizim mədəniyyətimizə qarşı ki, sənə bir fincan veriblər, sən də onu içmirsən. Biz də məsələn çayı hər gələn qonağa təklif eləyirik və birinci stəkanı, yəni yox demək olmaz. Mütləq qəbul eləməlisən. Lap belə xoşun gəlməsə də 1-2 qurtum içsən bəsindir.
Mənə elə gəlir ki, məsələn biz ərəblər kimi onlar qəhvəni, biz isə çayı, yəni gecə-gündüz içirik və hər bir halda təklif eləyirik ki, insanlar da, yəni qonağımız olsun, yasımız olsun, toyumuz olsun, çay mütləq içilməlidir. Və xüsusi stəkanlarda içirik, armudlu stəkanlarda. O armudlu stəkanlar məhz bizdə istifadə olunan kiçik armudlu stəkanlar 2-3 qurtumluq çay olur onun içində və bəlkə də buna görə çay nədir, say nədir, atalar sözdə yaranıb. O armudlu stəkanlar sırf mənə belə gəlir ki, bizim mədəniyyətə xasdır. Yəni xüsusilə üstü incə zövqlə işlənmiş, onun ayrıca bir nəlbəkisi mütləq olmalıdır, özünə uyğun, yəni dəst şəklində olmalıdır. Çay dəstgahının vacib hissəsidir armudlu stəkan və sanki bütün o süfrənin energetik güc mərkəzidir. Armudlu stəkan nə ilə bağlıdır? Yəni əgər simvolikaya getsək. Simvolikaya getsək deyirlər ki, armudlu stəkan qadının bədəninin, yəni cildini əks eləyir. Armudlu stəkan ortası çox nazik, yəni bel incəliyini göstərir. Əslində məncə sadəcə olaraq bu struktur çayı gec soymasına səbəbdir. Həm də tutmaq rahatdır. Tutmaq çox rahatdır və belə baxsaz üstü açıqdır, yəni tez soyur. Orta bel incədir, o soymağı biraz dayandırır və alt yenidən biraz genişdir ki, rahat, yəni nəlbəkiyə qoyulsun və sən onu içdikcə o soyuyur da, belə deyək. Və o şəffaf bir, yəni və nazik adətən şüşədən olunur ki, sən onu əlində tutanda sən onu hiss edəsən, onun istiliyini, onun rəngini görəsən, onun məhməri rəngini, onun pürrəngiliyini. Yəni biz çayı içəndə biz onun təkcə dadına yox, biz onun belə deyək, tam olaraq sensorikasını hiss edirik. Onun tutduğumuz yəni məkanından onun istiliyini hiss edirik, onun iyini hiss edirik, onun rəngini görürük. Belə deyək, 5 duyğumuz 5-i də tam olaraq hissiyatımızı, yəni istifadə edirik. Məsələn, Çində belə baxanda onların fincanlarına baxsaz, şəffaf deyil, yəni adı keramik, yəni porselen, farfır stəkanlarda onların da qulpu olmur. Sən onu əlində saxlayıb, yəni onun soymağını və isti olmağını elə hiss edirsən. Amma məsələn rənginə varmırsan, belə deyək, iyini düzdür, iyinirsən, amma yəni bu qədər də sensorika ilə istifadə eləmirsən, ki, məsələn armuddan içəndə. Çünki bizim çaylarımız çox ətirlidir bu səbəbdən. Yəni məsələn Çində sarı çayda səhv etmirəmsə onlar sarı, yaşıl çaylardan istifadə edirlər. Yəni və onların xüsusi ətri olmur ya da ot, bildiyimiz ot qoxusu var. Amma bizim çayların xüsusi ətri var deyə sən onu mütləq və dadı var. Sən onu mütləq hiss etməlisən. Məsələn, bilmirəm bu etiket baxımından nə qədər doğrudur Cəmilə xanım. İndi siz deyirsiniz bunu. Mən çayı heç bir mürəbbə və şirniyyatla içməyi sevmirəm. Yəni məsələn, əgər bir tort dilimi varsa, mən o tort dilimini ayrıca yeyirəm və çayı daha sonra ayrıca qəbul edirəm. Çünki mənə belə gəlir ki, o çayın dadını korlayır. Mən mütləq çayın dadını, bax o dediyimiz məxməri dadı hiss etməliyəm. İndi bilmirəm düz edirəm etiketi baxımından yoxsa səhv edirəm. Əslində siz çox düzgün eləyirsiniz və mən sizlə razıyam və mən sizin kimi həmçinin mən çayı sadə içirəm. Olsun qara çay, olsun yaşıl çay. Mən yaşıl çayı da çox sevirəm. Əslində yaşıl çayların dadları və növləri də fərqli-fərqlidir və belə deyim, siz daha çox çayı yəni sadə içdikcə siz onun belə deyək içində olan notlarını daha gözəl hiss eləyirsiniz. Şərab kimi deyək, şərabı da yeməklə içəndə o qədər də hiss eləmirsən, nəinki məsələn onun degustasiyası var. Yəni bir qurtum içirsən və onun hər bir qurtumunda sən onun notlarını hiss edirsən, şərabı içən. Bəli, artıq miqdarda qəbul olunanda yer gəlmişkən sağlamlığa ziyandır. Bəli, əlbəttə. Bəli, hər şey artıq miqdarda qəbul olunanda orqanizmə ziyandır. Və onu demək istəyirdim ki, məsələn mən də çayı sadə içirəm, heç vaxt nə mürəbbələrlə, nə şirniyyatla. Çünki mən çayın dadını hiss eləmək istəyirəm. Və məni bir neçə il bundan öncə bir Hindistan kampaniyası var. Onlar həm İngiltərədə, həm Dubayda yerləşirlər. Bunlar belə deyək, lüks çaylar buraxırlar, xaricə eksport eləyirlər və müxtəlif dünya brendləri ilə işləyirlər. Məsələn, çay hədiyyələri verirlər. Bunların çayları çox bahalıdır və bizdə mən onlarla birlikdə bir master-klass keçirtmişdik Dubayda. Onlarda məsələn bir ekspert danışırdı ki, biz çox bahalı çaylarımıza icazə vermirik ki, nəyinsə qatsınlar. Məsələn, əlavə süd qatsınlar, əlavə şəkər qatsınlar. Bu çayın dadını korlayır. Əgər siz çayı, yəni əgər nə qədər bahalı çay olsa, onu qədər də onu sadə içməlisiniz ki, siz onun tamını hiss edə bilərsiniz və çayı yəni
nahaq yerinə istifadə eləməyəsiz, nəyinsə qarışdırıb. Və burada çayı doğru dəmləmək də məsələsi çıxır da. Biz məsələn tamamilə fərqli edirik bunu. Tutaq ki, türklər tamamilə fərqli edirlər. Türklər onlarda da çay mədəniyyəti çox geniş yayılıb, oxşardır bizim mədəniyyətlərimiz bir çox sahələrdə olduğu kimi və türk çayını onlar daha çox qəhvəni sevirlər və türk qəhvəsinin ayrıca bir, yəni ritualı onlarda eynilə bizdə çay mədəniyyətinin olduğu kimi. Amma çay da onların olmazsa olmazıdır. Sadəcə çox insandan bu sözü eşitmişəm ki, türklər çayı sanki qaynadırlar. Yəni bizdə çay qaynayanda dadı necə dəyişirsə, türklərdə də çaydan məhz bu dad gəlir. Bizdə isə yəni məsələn 3-5 dəqiqə çox balaca bir vam otda deyirlər də. Vam otda o dəmlənməlidir və deyirlər ki, çay dənələri üzərinə çıxmalıdır çaydanın suyunun. Bax o artıq ideal dəmlənmiş çay hesab olunur. Onun dadını, yəni artıq sən hiss edirsən ki, bu mükəmməl dəmlənmiş çaydır. Biz o qədər, yəni bizim ağız dadımıza, damaq dadımıza uyğundur ki, çay. Yəni bizə aldatmaq mümkün deyil də bu məsələdə. Hətta çayxor deyirlər də. Çayxor olmayan adam belə başa düşəcək ki, bu çay nəsə deyəsən yaxşı dəmlənməyib. Çünki əslində belə baxsaq, biz onun yəni insana faydası haqqında danışsaq, onda çox qaynadılmış bir çay artıq bütün insana vacib olan belə sağlamlıq baxımından, yəni faydalı olan keyfiyyətlərini itirəcək. Yəni yeməyi də qaynatmaq olmaz. Nəyə bir şey hazırlasan, qaynadanda onun faydası itir. Ona görə çay da həmçinin, yəni biz onu düzgün dəmləyirik və biz onu sonra yer dəmində saxlayırıq ki, o istiliyini özü buraxıb, özü o yarpaqlarını özü açsın. Və xariclərdə məsələn belə bir slow cooking, yəni çox warm hotda bişirilən yemək haqqında məsələn böyük bir filosofi fəlsəfə var ki, yeməyi elə hazırlayanda onun bütün faydası içində qalır. Vitaminləri, tərəvəzlərinmi, ətinmi, hər şeyin faydası. Yəni nəinki onu məsələn pırpır qaynadılmış bir şeydə bişirsən, yəni faydası itəcək əlbəttə ki. Və çox maraqlıdır ki, Cəmilə xanım, yəni çay da bitkidir, digər bitkilər də var, onları da dəmləyib içmək mümkündür. Amma biz hətta onları dəmləyib içəndə belə onu da çay adlandırırıq. Nə bilim, məsələn, jasmin çayı deyirik. Başqa bir hansı bitkinin dəmləməsinə də biz çay adlandırırıq. Baxmayaraq ki, çay tamam fərqli bir bitkidir, həmən bitki isə tamam fərqlidir. Biz mütləq çay deyəcəyik ona. Yəni bizim üçün çay mədəniyyəti yendirən bəlkə çayın vətəni olan Çinin özündən belə daha önəmlidir. Çünki Azərbaycanın çay mədəniyyəti, yenə deyirəm, çay təsərrüfatları, yəni kifayət qədər uğurlu bir brenddir artıq dünya səviyyəsində. Və Ümumdünya Çay Günündə bir daha bu məsələyə diqqət cəlb etmək istəyirik. Ola bilər bu bizim üçün o qədər adiləşmiş bir prosesdir ki, hər gün o qədər biz çay istifadə edirik ki, çay plantasiyalarının, çay əkin sahələrinin təhlükə altında olduğunun fərqinə varmırıq. Əslində həddindən artıq leysan yağışlarının yağması zərərlidir ora. Həddindən artıq günəş şüaları altında olması zərərlidir. Və bütün bunlarda biz insanların antropogen təsirləri nəticəsində yaranır. Bizim davranışımızın nəticəsində yaranır. Təbiəti həmişə bizim Planet FM olaraq da sloqanımız, çağırışımız budur. Təbiəti məhv etməyək, planetə qulaq asaq, onu dinləyək. Görək təbiət bizə nə demək istəyir? Yəni təbiət bəlkə yağış yağdırmaqla bizi xəbərdar etmək istəyir ki, yəni sizin gözəl çay plantasiyalarınız məhv ola bilər. Həddindən artıq rütubət, münbit şəraitə görə və yaxud da nə bilim çayın qədrini bilin, digər bitkilərin qədrini bilin, canlı aləmin qədrini bilin. Bax bununla təbiət bizə sanki öz mesajını vermək istəyir, amma biz yəni bunun fərqinə varmırıq. Bəzən həmin mesajı da dinləmək lazımdır. Fərqli ölkələrdən danışdıq. Bilirəm ki, siz Birləşmiş Ştatlarda təhsil almısınız. Birləşmiş Ştatlarda bəs necədir? İndi ingilisləri bildiyi Britaniyanı. Birləşmiş Ştatlarda çay mədəniyyəti varmı, yoxsa yox? Çox təəssüflər yox. Əslində belə deyim sizə, mən Birləşmiş Ştatlarda oxuyanda 2008-2012-ci illər idi və mən çox çətinlik çəkirdim ki, orada hardasa normal bir çay tapım. Normal deyəndə mən çayı dəmləmədir, yəni normal düşünürəm də, çünki biz paket çayını çox nadir hallarda içirik. Amma orada bütün çaylar paketləşmişdi. Yəni orada dəmləmə bir çay tapmaq, dəmləmək böyük bir məsələdir. Və ona görə tələbəlik vaxtında mən Bakıdan, Azərbaycandan tez-tez ora özümdən çay apardım və dostlarıma çay təklif edirdim və belə deyim, çay mədəniyyətini orada təmsil edirdim. Hələ çaydan da aparmaq lazımdır. Yəni xüsusi dəm çaydanı. O da onlara yəqin ekzotika kimi gəlir. Novruz bayramında buradan şirniyyatlar aparırdım, çay aparırdım ki, onları bizim mədəniyyətimizlə tanış eləyim. Çünki mən başa düşürdüm ki, insanların ürəyini belə deyək, mədəniyyətlə udmaq olur. Yəni qazanmaq olur. Onlar sizin mədəniyyətinizi sevəndə sizin istər-istəməz ölkənizə də marağı yaranır və
ölkənizi sevgi hissləri, yəni hiss etməyə başlayırlar. Buna ingilislər soft diplomacy, yumşaq diplomatiya deyirlər və İranlılardan götürülən bir termin var ki, caviar diplomasi, ikra mədəniyyəti. Kürü mədəniyyəti. Bəli, onu bağışlayırsan ki, onları istədəsən özünə. Amma sizə deyim ki, dünənləri mən Hello Iowa adında bir telestansiya var. Onlarla intervyuya çıxmışdım. Canlı yayımda efirdəydim və Amerikada hal-hazırda çay mədəniyyəti çox populyarlaşıb və onun böyük bir yəni belə deyək də ən çox bu nəyə görə mədəniyyətin daha çox populyar olmağı indi ərəfəyə gəlir. Çünki Amerikanlılar daha çox yəni sağlam həyat haqqında düşünürlər. Alkoqol, spirtli içkilərdən uzaq dayanmaq istəyirlər və bütün tədbirlərini belə deyək alkoqolsuz olan içkilərlə yola vermək istəyirlər və ona görə də çay mədəniyyəti hal-hazırda Amerikada çox populyar olub. Onlar məsələn ingilislər, amerikanlar belə bridal shower eləyirlər. Yəni məsələn ərə gedəndə əvvəl bir kiçicik parti yaradırlar gəlin üçün və gəlinin dostları üçün. Onların çoxsu indi tea party, yəni çay partiləri adlandırırlar. Sonra uşağın doğulması, qabaqlar, yəni bu mütləq alkoqollu bir partidir, yəni amma hal-hazırda onlar daha çox çaya önəm verirlər. Və məncə bu ümumiyyətlə insanların faydalı məhsullardan istifadə eləməyi, canını qorumağı, alkoqoldan uzaqlaşması, idmanla məşğul olmasının hamısı əlaqədardır. Yəni ekoloji istiqamətində çox populyardır. Bəli. Və Amerikada da, Birləşmiş Ştatlarda da yəqin ki, nəhayət görüblər ki, bu fast food şəbəkələri və zərərli, yəni şəkərli içkilər, spirtli şəkərli içkilər o qədər zərərlidir ki, yəqin ki, artıq ekoloji təmiz məhsullara meylənməyə başlayıblar. Lap yaxşı sevindim onların əvəzinə. Cəmilə xanım, biraz istəyirəm bu çay içmə etiketindən, çay içmə mədəniyyətindən də danışaq. Məsələn, çay qaşığı məsələsi var. Çay qaşığını hansı istiqamətdə fırlatmaq, şəkəri hansı istiqamətdə qarışdırmaq məsələsi var. Qaşıqdan istifadə edəndən sonra onu hara qoymaq məsələsi var. Fincanı necə tutmaq məsələsi var. Barmaqlar hansı mövqedə olmalı? Yəni bunlar hamısı bir sənətdir. İstəyirəm onu belə əyani də olsa nümayiş etdirə bilməsəydi dinləyicilərimizə çatdırasınız. Səsli şəkildə. Əslində onun ən məqsəd etiketli qaydalarında nədir? Sən ən yaxşı, yəni hər bir istifadə elədiyin qaşıqdır, fincandır, onu elə bir şəkildə istifadə eləməlisən ki, səssiz olsun, gözə çarpmayan bir şəkildə olsun, səs yaratmayan bir şəkildə olsun. Yəni səssiz, nə qədər səssiz hərəkət eləsən, o qədər də gözəl, daha gözəl, yəni mədəniyyətin var, belə deyək. Deməli qaşığı necə şəkildə yəni istifadə eləmək lazımdır. Onun iki qaydası var. Əgər biz düşünsək ki, fincan yumru, yəni saata oxşar bənzər bir şeydir. Saat 12 və 6 istiqamətində sən qaşığı yəni önə, arxaya və önə qarışdıra bilərsən. Heç qarışdırma alınmır. Divarlara toxundurmadan 12 saat 12 əqrəbində və 6-ya düşürdə bilərsən, yəni qaşığı. Bu şəkildə sən fincanın kənarlarına toxunmursan və minimal olaraq bir səs eləyirsən, yəni qarışdırdıqca. Çünki fikirləşin ki, əgər siz qaşığı götürsəz və dairəvi şəkildə onu fincanın ətrafına istifadə eləsəz, nə qədər danqıdırıq səs gələcək. Ona görə səssiz eləməyimiz üçün məsləhətlidir ki, saat 12-dən 6-ya qədər önə və arxaya istifadə edirsiniz. Amma yenə də, əgər sizə rahatdır ki, dairəvi şəkildə, o dairəni çox balaca bir şəkildə eləyərsiniz ki, o fincanın qıraqlarına toxunmadan və artıq siz qaşığı istifadə eləyəndən sonra onu qaldırıb, yəni çalxalamaq lazım deyil ki, o qalan çay, yəni damcıları düşsün hər yerə. Siz onu biraz fincandan yuxarı qaldırandan sonra gözləyirsiniz ki, bir damcısı olsa belə düşür stəkana və sonra o qaşığı fincanın arxasına, nəlbəkin üzərinə qoyursunuz. Fincanın elə bir qaşığın başı olur sol tərəfdə və qulpu olur sağ tərəfdə. Yəni o şəkildə siz sonra fincanı götürəndə nəlbəkidən qaşıq heç yana tərpənmir. Yəni stabil olaraq orada qalır. Nəlbəkini fincanı siz saxladığınız, yəni düzgün
onun düzgün forması ondadır ki, siz o balaca barmaqları, ingilislər düşünürlər ki, ingilis kimi çay içsəm gərək mütləq balaca barmağımı yuxarı dikə qaldırım. O düzgün deyil. Onu heç zaman eləmək olmaz. Sizin balaca və bu barmağınız yəni ki, nişan üzüyü taxdığımız barmaq və çeçələ barmağımız. Və çeçələ barmağımız qatdan alalım. Yəni belə qatdaq şəkildə fincanın altında olmalıdır ki, o da ona bir dayaq yaradır ki, sən balanslaşdıra biləsən ki, içində olan çayı, fincanı saxlaya biləsən. Məsələn, qulpu olmayan fincanları siz iki əllə saxlaya bilərsiniz və ya bir əldə saxlayanda ovucun ortasına yəni yerləşdirirsiniz ki, o balansı saxlaya bilərsiniz. Və yalnız o qulpsuz fincanlarda qabaqlar o adət-ənənə hardan gəlib insanlar düşünürlər ki, çeçələ barmağımı qaldırmalıyam. O qulpsuz olan stəkanları tutanda, sən çeçələ barmağını qaldıranda bir balans yaradırdı fincanı saxlayanda. Və ən böyük etiket qaydalarından biri də odur ki, insanlar düşünürlər ki, məsələn, mən belə bir hündür masada oturanda, çay içəndə mən nəlbəkini mütləq qaldırmalıyam fincanla birlikdə. Xeyr, düzgün deyil. Əgər masa hündürdürsə, adi bildiyimiz, yəni yemək masası, onda mütləq nəlbəki stolun üstündə, üzərində qalmalıdır və yeganə fincanı qaldırmaq lazımdır. Amma əgər siz ayaq üstəsiz və ya əgər o ingilislər demişkən coffee table, yəni qəhvə stolu, yəni kiçicik belə jurnal stolu olanda, yəni siz hündürlüyü balaca olan stol arxasında otursanız, o zaman siz fincan nəlbəkini qaldırıb, yəni üzərinizə qoya bilərsiniz, yəni yanınızda saxlaya bilərsiniz. Və nəlbəki çayı ora töküb soyudub sonra içmək üçün deyil. Nəlbəki onun üçün deyil. Yadımdadır ki, mən bir dəfə bu qaydanı hansısa ingilis dilli bir auditoriya üçün eləmişdim. Yadımda deyil, yəni ya İngiltərədə ya Amerikada bir master class eləmişdim və o zaman bunu deyəndə onlar təəccüblənmişdi ki, bəs kimsə elə eləyir. Sonra mən düşündüm ki, görəsən onlar belə şey eləmir. Yəqin ancaq bizim mədəniyyətə xas olan bir şeydir ki, Amerikanlar təəccüblənirmiş ki, siz bizə bu qaydanı, əlbəttə biz bilirik ki, çay nəlbəkiyə tökmək lazım deyil. Amma məncə bizə və Hindistanlılara xas olan bir şeydir ki, biz məsələn soyutmağı öyrəşmişik ki, uşaq balaca olanda nəlbəkiyə tökürük və nəlbəkidən içir, amma əlbəttə böyük olanda bunu eləmək olmaz. Bir də ki, əgər şirin çayı qarışdırmısınızsa qaşıqla, o qaşığı daha sonra fincanın içində saxlayıb içmək lazım deyil. Gözünüzə ziyan olur. Əlbəttə, gözünüzü çıxarda bilər. Yəni etiket qaydası elə belə mövcud deyil. Bunun bir arxasında fikir var. Yəni sən qaşığı fincanın içində saxlasan, içəndə göz və dəyə bilər, burnuva dəyə bilər. Onu mütləq fincandan çıxardıb nəlbəkin üzərinə qoymaq lazımdır. Bəs limon dilimini çayın içinə atmışıqsa, onu oradan çıxartmaq lazımdır, yoxsa yox? Əslində biz Azərbaycanlılar içdiyimiz qaydada onu əzişdirib stakanın içində onu çıxartmaq, yəni gözəl olmaz. Hətta onu hara yerləşdirdiyimizi düşünməliyik. Əgər bir yer olsa ki, qoymağa, onda deyərdim ki, hə, qaşıqla necə qoymusunuzsa, elə də çıxartmaq lazımdır. Qaşıqla qoymusunuzsa, qaşıqla çıxartmaq lazımdır. Amma özünüzə də əziyyət verməyin, səs-küy də yaratmayın. Yəni lazımsız hərəkətləri də azaldırmaq üçün masa arxasında deyərdim ki, limon dilimi onun içində qala bilər. Və belə bir əfsanə var da, eşitmisiniz yəqin ki, Yuri Gagarin kosmosa uçan ilk, yəni yer kürəsini tərk edib kosmosa uçan ilk insan olaraq dünyanı gəzməyə başlayıb və Birləşmiş Krallıqda səfərdə olanda 2-ci Elizabet onu qəbul edib. Rəsmi qəbulda təbii ki, çay süfrəsində Yuri Gagarin limon dilimini çayın içinə atıb və adətinə uyğun olaraq onu daha sonra qaşıqla oradan çıxarıb və yeyib. Elizabet də onun pərt olduğunu görüb, o da onun ardınca bu hərəkəti təkrarlayıb və deyib ki, sən demə belə daha dadlı alınırmış. Yəni Qaqarini pərt etməmək üçün təbii ki, amma limonu ora atmısınızsa, o artıq bütün faydalı xüsusiyyətlərini çaya ötürüb, onu ölmüş efir yağları ilə yeməyin artıq mənası yoxdur. Bir sözlə çay süfrəsi, çay içmə mədəniyyəti özü böyük bir ayindir, ritualdır və düşünürəm ki, biz bu adət-ənənəni qoruyub saxlamalıyıq. İndi daha da təkmilləşib, indi Azərbaycana gələn xarici turistlər, Bakıya gələn turistlər xüsusilə yəni çay süfrəsinin zənginliyindən də çəkirlər, paylaşırlar, görürük müxtəlif bloqlarda və nə bilim çayın yanındakı ləbləbi olsun, mürəbbələr olsun, şirniyyatlar olsun, bütün bunlar bizim mədəniyyətimizin tərkib hissəsidir. Və çay ola bilər ki, Çindən böyük ipək yolu vasitəsilə gəlib Azərbaycana, amma onu bu mədəniyyət formasına salan, armudlu stəkanlara süzən, dəm çaydanında gözəl üsulla dəmləyən məhz biz olmuşuq və düşünürəm ki, bu ənənəmizi yaşatmalıyıq, onlar barədə kitablar yazmalıyıq, necə ki Cəmilə xanım
xanım bunu edib və gələcək nəsillərə ötürməliyik. Bu məsələdə məhz mühafizəkar olaq və öz adət-ənənələrimizi qoruyaq. Əziz dinləyicilərimiz, Beynəlxalq Çay günündə sizinlə çay barədə danışdıq və bir daha çay plantasiyalarının təhlükəsizliyinə, onların iqlim dəyişmələri və ekoloji məsələlərə həssas olduğuna vurğu etmək istəyirəm. Gəlin təbiəti qoruyaq, planetə qulaq asaq. Cəmilə xanım, sizə də təşəkkürümü bildirirəm. Çay günündə çay barədə gözəl söhbət oldu məncə. Çox sağ olun, minnətdaram. Sağ olun, təşəkkürümü bildirirəm. Əziz dinləyicilərimiz, etiket mütəxəssisi Cəmilə Musayeva bu gün mənimlə həm söhbət idi. Diqqətiniz üçün təşəkkür edirəm. Sabah gün orta saat 1-də yenidən eşidilmək ümidi ilə deyirəm sizə.